Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün LGS 1-in riyazi məntiq suallarının izahına baxacağıq. Başlayaq 41-ci sualdan. Rəqəmləri müxtəlif və rəqəmlərinin cəmi 19 olan ən kiçik 6 rəqəmli natural ədədin onluqlar mərtəbəsindəki rəqəmi soruşur bizdən. Rəqəmləri müxtəlif deyir və 6 rəqəmli natural ədəd deyir. 6 dənə xətt çəkirəm. 1, 2, 3, 4, 5 və 6. Rəqəmlərinin cəmi də 19 olmalıdır və ən kiçik deyir. O zaman ən kiçik təbii ki 0 ilə başlaya bilməz. 1 ilə başlayırıq. Növbəti ədədimiz 0 ola bilər. Rəqəmləri müxtəlif deyir həm də. Daha sonra 2 gəlir. Daha sonra 3-ü yazıram və sonra rəqəmləri müxtəlif 4-ü yazıram. Ən sonuncu rəqəmi saxladım ki, rəqəmlərinin cəmi 19 dediyinə görə buna əməl eləyə bilim. 1, 0, 2, 3 və 4. Cəmi verir bizə 10. Deməli, sonuncu yerə də mən 9 yazmalıyam ki, artıq rəqəmlərinin cəmi 19-a tamamlansın. Və mənə nə soruşur? Onluqlar mərtəbəsindəki rəqəm təklik və onluq. Onluqlar mərtəbəsindəki rəqəm 4-dür. Yəni, doğru cavabımız B variantı olur. Növbəti 42-ci məsələyə baxaq. Ədəd verilib, A və B-nin hər biri bir rəqəmə əvəz edir. A və B-nin mərtəbə qiymətlərinin cəmi 70.050. Ədədi yazıram. 258, A, 4, 6, B, 3. A və B-nin mərtəbə qiymətlərinin cəmi 70.050-dirsə, A-nın, yəni buradan sona qədər bu 70.050-ni yazıram. 70.050. Yəni, A-nın yerində biz 7 dayandığını görürük, B-nin yerində də 5-in dayandığını görürük. A ilə B-nin fərqini soruşursa bizdən 7-dən 5-i çıxırıq, cavabımız verir 2-ni. Növbəti 43-cü suala baxaq. Ən yüksək mərtəbəsindəki rəqəmi 3 olan rəqəmləri müxtəlif, ən böyük 5 rəqəmli natural ədəd. Ən yüksək mərtəbəsindəki 3 olan və 5 rəqəmli natural ədəddən söhbət gedirsə, 1, 2, 3, 4, 5, təklik, onluq, yüzlük, minlik, 10 minlik. Deməli, ən yüksək mərtəbə 10 minlik mərtəbəsidir və oradakı rəqəm 3-dür deyir. Rəqəmləri müxtəlif olan deyir. Həm də ən böyük 5 rəqəmli natural ədəddən söhbət gedir. O zaman ən böyük 5 rəqəmli natural ədəddən söhbət gedirsə, növbəti mərtəbəmizdə ən böyük, mümkün ən böyük ədəd 9, daha sonra 8, daha sonra isə 7 yazaq. Həmin bu natural ədədin rəqəmlərinin cəmi soruşulur. Biri qalıb, burada 6 yazaq. Rəqəmlərinin cəmi soruşulursa 3 plus 9 plus 8 plus 7 plus 6. Deməli, 26, bu da verəcək bizə 33 qiymətini. Doğru cavab olacaq C variantı 43-cü sualda. Davam edək 44-cü sualla. 44. Şəfa yazı lövhəsindəki vurma əməlini hər iki vuruğu onluqlara qədər yuvarlaqlaşdıraraq yerinə yetirir. Deməli, uşaqlar, biz 254 vur 36 cavabının da qiymətini tapırıq. Daha sonra hər ikisini onluqlara qədər yuvarlaqlaşdırdıqdan sonra da qiyməti tapırıq. Onluqlara qədər yuvarlaqlaşdıranda bu bizə verir 250. 36-nı onluqlara qədər yuvarlaqlaşdıranda isə bu bizə verir 40 cavabını. Hər iki ifadənin qiymətini tapaq. Deməli, 254-ü 36-ya vuranda cavabımız eləyir 9144. 250-ni 40-a vuranda isə 25-i 4-ə vuranda 100. Sonuna da 2 sıfır əlavə eləyirik, 10.000. Demək, bizə nə soruşur? Həqiqi ədəddən neçə vahid çoxdur verilmiş nəticə. Bizim nəticəmiz 10.000 oldu, həqiqi ədədimiz isə 9144. Neçə vahid çox olduğunu tapmaq üçünsə 10.000-dən çıxmalıyam 9144 cavabını. Bu da bizə verir 856. Yəni doğru cavab B variantı. Keçək 45-ci suala. Arzu telefon dükanından qiymətləri 1840, 1960, buraya yazıram, 1840, 1960 və 1980 manat olan 3. Sevil isə qiymətləri 1460 və 1250 manat olan 2 telefon bəyənir. Deyir ki, Arzu və Sevil bəyəndikləri telefondan hərəsindən birini alırlar. Buna görə onların telefonlar üçün ödədikləri qiymətlərin fərqi ən çox neçə manatdır? Əgər fərqin ən böyük qiymətini tapmaq istəyiriksə, azalanımızı ən böyük, çıxılanımızı isə ən kiçik götürməliyik. Burada azalanı
ən böyük qiymətlərdən mümkün olanı 1980-dir. Deməli, azalanımız 1980 olsun. Çıxılanımızın ən kiçik qiyməti isə 1250-dir. Çıxıram 1250-ni. Bu da bizə verir 730. Yəni, doğru cavabımız olur D variantı 45-ci sualda. Növbəti 46 suala baxırıq. 46-cı suala üstündə baxaq. Şəkildə 9 bölmədən ibarət qutunun hər bir bölməsinin içindəki muncuq sayları verilmişdir. Bu bölmələrin içindən ümumilikdə 47 muncuq götürülür. Muncuq götürmə işi tamamlandıqda içində muncuq qalmayan bölmələrin sayı ən çox neçə olar? Yəni 47 muncuğu biz ən çox neçə bölməni götürərək tamamlaya bilərik? Bu da təbii ki, balaca rəqəmlərdən istifadə eləyərək mümkün ola bilər. Bunun da mümkün versiyası bu şəkildədir. Deməli, 18 muncuq, 12 muncuq götürürük. Bizə verir bu 30 muncuğu. Geriyə qalır 30 muncuqdan sonra 17 muncuq. 17 muncuğu isə 8 muncuq və 9 muncuq şəklində götürə bilərik. O zaman olur 47 muncuq. Və 4 qutu götürmüş olduq. Amma daha çox, baxaq görək varmı? Biz necəsə 30-a tamamlaya bilirikmi? Başqa bir. Məsələn, 18 ilə 12-ni götürüb 30-a tamamlaya bildik, doğrudurmu? Mən 18-i silib, yerinə 7 və 11-i götürsəm, hər iki qutudan götürsəm, 7-ni və 11-i 18 olacaq və daha çox qutu istifadə eləmiş olacağam. 7, 11, 12-ni götürdüm 30 muncuq, 8 və 9-u götürəndə də deməli tamamlanır 17 muncuğa və cəm 47 muncuğu verir bizə. Və deməli, mümkün ən balaca rəqəmləri götürdümsə, deməli, mümkün ən çox qutu boşalmış oldu. 1, 2, 3, 4, 5. Doğru cavab C variantı. Yəni 5 qutunu biz maksimum şəkildə boşalda bilirik. Növbəti 47-ci məsələyə baxaq. Deməli, nə deyilir 47-ci məsələdə? Şəkildə olduğu kimi 3 nəfərdən ibarət 2 şagird qrupu bir oyun oynayır. Bu oyuna görə hər şagird 4 rəqəmli bir ədəd deyir. Daha sonra bu ədədlər minliklərə qədər yuvarlaqlaşdırılaraq hər komanda öz daxilində yuvarlaqlaşdırılan ədədlərin cəmini hesablayır. Və 2 qrupun cəmləri bərabər olur. Buna görə işarəsi ilə göstərilən, deməli, uşaqlar, deyir ki, hər şagird bir rəqəm deyir, bir ədəd deyir və bu ədədləri yuvarlaqlaşdırırlar, sonra da toplayırlar. 4678-i biz neçəyə qədər yuvarlaqlaşdırırıq? Minliklərə qədər yuvarlaqlaşdırırıq. Minliklərə qədər yuvarlaqlaşdırsaq alınacaq 5000. 3321-i minliklərə qədər yuvarlaqlaşdırsaq 3000 alınacaq. 9876-nı minliklərə qədər yuvarlaqlaşdırsaq 10000 alınacaq. 10000. Üçünü də toplasaq bizə verəcək 18000 cavabını. İndi buranı mən 18000 aldımsa, deməli buranı da 18000 almalıyam. 3214-ü yuvarlaqlaşdıranda minliklərə qədər 3000. 6654-ü yuvarlaqlaşdıranda 7000. Toplamı 10000. Əksik olanım nədir mənim? 8000. Deməli, sual işarəsinin yerinə elə bir qiymət olmalıdır ki, yuvarlaqlaşdırdığım zaman 8000 cavabını alım. Yuvarlaqlaşdıranda 8000 alınan, bu 7000-ə yuvarlaqlaşır, bu 9000-ə yuvarlaqlaşır, bu da 7000-ə yuvarlaqlaşır, bu isə 8000-ə yuvarlaqlaşır. Yəni, doğru cavabımız A variantı olur. 48-ci sualda nə deyir? Rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli cüt ədədi ilə. Rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli cüt ədədi yazmaq istəyiriksə, ən böyük deyirsə 9 ilə başlayaq. Növbəti 8, 7, 6, 4 dənə rəqəm yazdıq. Sonuncu rəqəmi cüt ədədi yazmalıyıq ki, bizdən cüt ədəd istəyir. 5 yaza bilmərik, onun üçün mən ən böyük yerdə qalan 4-ü yazıram. Və deyir ki, bu ədədi minliklərə qədər yuvarlaqlaşdırdıqda təklik, onluq, yüzlük, minlik, 8-ə qədər yuvarlaqlaşdırıram demək ki, yuvarlaqlaşdırdığım zaman da alıram 99000 cavabını. Və deyir ki, 12000 alınan ən kiçik,
Yox, nə deyir? Cüt ədəd ilə, yox, bunu minliklərə qədər yuvarlaqlaşdırmağımızı istəmir üzürlü sayın uşaqlar. Deyir ki, ən böyük 5 rəqəmli cüt ədədi ilə minliklərə qədər yuvarlaqlaşdırdıqda 12.000 alınan ən kiçik ədəd arasındakı fərq. Biz elə bir ədəd seçməliyik ki, o ədədi minliklərə qədər yuvarlaqlaşdırdıqda 12.000 alınsın. Minliklərə qədər yuvarlaqlaşdıranda 12.000 alınan ən kiçik ədəd 11.500 ədədi olacaq. Niyə? Çünki 12.000-dən sonra müxtəlif ədədlər yaza bilərik. Yuvarlaqlaşdıranda 12.000 alır. Amma ən kiçik soruşaq. Ona görə mən 11 yaza bilərəm. 11-dən sonra da mümkün ən kiçik ədəd 5-i yaza bilərəm ki, yuvarlaqlaşdıranda bu 12-yə gəlsin. Yəni 11.500. 11.500 yazıb bunların fərqini tapıram. 4, 6, 2, 7, 8. 87.264. Doğru cavab 48-ci sualda B variantı olacaq. Daha sonra növbəti 49-cu suala baxaq. Buranı biraz böyüdək, burada işləyək elə. Qalıqlı bölmə əməlində qalıq 2 rəqəmli tək ədədə, natamam qisməti isə 2 rəqəmli cüt ədədə bərabərdir. Bölünən ən az neçə olar? Uşaqlar, deməli, qalıq 2 rəqəmli tək ədədə. Bölünənin ən az qiymətini tapmaq üçün, baxın, düsturu yazıram. Bölünən, bölürük, bölənə, alınır natamam qismət və cavabımızda, qalığımızda da yazırıq qalıq. Uşaqlar, əgər bölünənin ən böyük qiymətini tapmaq istəyiriksə, biz böləni natamam qismətə vurub üzərinə qalıq gələcək axı. Yəni, natamam qismət də mümkün ən böyük qiymət olmalıdır. Qalıq da mümkün ən böyük qiymət olmalıdır. Nə deyir bizə? Qalıq 2 rəqəmli tək ədəd. 2 rəqəmli tək ədədin ən böyük qiyməti, baxın, 2 rəqəmli tək ədədin bölünən ən az neçə olar deyir. Bölünənin ən az qiymətini tapmaq üçün o zaman natamam qismətin də qalığın da ən böyük qiymətini tapmaq lazımdır. Elə bildim bölünənin ən böyük qiymətini soruşur. Ən az deyir. Qalığın 2 rəqəmli tək ədəd deyir də. Qalığın ən kiçik qiyməti olur 11. Çünki 2 rəqəmli tək ədəd. Natamam qismət isə 2 rəqəmli cüt ədədə bərabərdir. 2 rəqəmli cüt ədədin ən kiçik qiyməti isə 10-dur. Uşaqlar, əgər qalığımız 11-dirsə, bölənimiz həmişə qalıqdan böyük olmalıdır. Bölənin mümkün ən kiçik qiyməti olur 12. Deməli, mən bölünəni tapmaq üçün 12-ni 10-a vurub, üzərinə 11 gəlməliyəm. 12-ni 10-a vurdum 120, üzərinə də 11 gələndə 131 oldu doğru cavabım. Yəni B variantı. 50-ci suala baxırıq. Aşağıda verilən kartların hər birinin ön və arxa üzlərində bir natural ədəd yazılmışdır. Hər iki kartın ön və arxa üzlərindəki ədədlərin hasili bir-birinə bərabərdir. Buna görə bu iki kartın arxa üzünə yazılan ədədlərin cəmi aşağıdakılardan hansı ola bilər? Deməli, uşaqlar, biri 22-dir, biri 20. Arxa üzünə yazılan ön və arxa üzlərindəki ədədlərin hasili bir-birinə bərabərdir deyir. Tutaq ki, 22-nin arxa üzündə yazılmış olsun bir x, yəni 22 vurulsun x. 20-nin də arxa üzündə yazılmış olsun bir y ədədi. Bunların hasilləri bir-birinə bərabərdir axı. 20y. X-in və y-in yerinə mən elə bir ədəd yazmalıyam ki, bu ifadələr bir-birinə bərabər olsun. Mən x-in yerinə yaza bilərəm, 22-ni 21-ə vura bilərəm, 20-ni də, daha doğrusu 22-ni 20-yə vura bilərəm. 20-ni də 22-yə vura bilərəm. Bu zaman 22-ni 20-yə, 20-ni də 22-yə vursam, bu zaman hasillər bir-birinə bərabər olacaq. Arxa üzündə birində 20, birində 22 yazsam, cəm olacaq 42. 42 variantlarım arasında yoxdur. Mən bu 20 ilə 22-nin hər ikisini eyni ədəd dəfə azaltsam, yenə də doğru cavab alıram. Bura 20 qoymuşdum, bunu 10 eləyim. Burada 22 qoymuşdum, bunu 11 eləyim. Yenə doğru cavab olacaq. 22-ni 10-a vursam və 20-ni 11-ə vursam, bir-birinə bərabər olacaq ifadələr. Ona görə 10 və 11-in cəmini götürürəm. Bu da bizə verir 21 cavabını. Yəni doğru cavabımız olur C variantı 50-ci sualda. 51-ci suala baxaq. Deyir, aşağıdakı iki ədədin hasilində neçə onluq var? Əvvəla mən bu iki ədədin hasilini hesablayım. Deməli, 415-i vursam 354-ə 146.910 qiymətini alaram.
Neçə onluq var deyir. Əgər neçə onluq soruşulursa, sondan bir rəqəm silirik. Yerdə qalan cavab bizim sualımızın cavabı olur. 14691. Yəni doğru cavab D variantı. Növbəti 52-ci sual. Müəllim şagirdlərinə abak üzərində bu ədədi göstərmələrini istəyir. Abakın bəzi muncuqları əksi idi. Gəlin əksi muncuqları tamamlayaq. İlk, yəni ümumiyyətlə ədədimiz 524 milyon 532 min 767-dir. Deməli, burada 5 olmalıdır, burada 2 olmalıdır, burada 4 olmalıdır, burada 5, burada 3, burada 2, burada 7, burada 6, burada isə 7. Gəlin əksi olanları tamamlayaq. Burada 1 dənə var. Deməli, əksi olan 4 dənədir. Burada ümumiyyətlə yoxdur. Elə deməli, əksi olan 2 dənədir. Burada 2 dənə var. Əksi olan 2 dənədir. Burada 5 dənə olmalıdır, amma 1 dənə var. Əksi olan 4 dənədir. 3 dənə olmalıdır, 2 dənə var. Əksi olan 1 dənədir. Ümumiyyətlə 2 dənə olmalıdır, heç yoxdur. Deməli, əksi 2 dənədir. 2 dənə var, 7 olmalıdır. Əksi 5 dənədir. 2 dənə var, 6 olmalıdır. Əksi 4 dənədir. 3 dənə var, 7 olmalıdır. Əksi 4 dənədir. İndi bu əksiləri toplayırıq. 4, 2, 6, 2, 8, 4, 12, 1, 13, 2, 15, 5, 20, 24, 28. Doğru cavabımız olur B variantı 52-ci sualda. Sonra keçirəm 53-cü suala. Bir kitabxanada 6 rəf var və hər rəfdə uyğun olaraq 23, 25 bu qədər sayda kitab var. Hər bir rəfdə eyni sayda kitab olması üçün ən az neçə kitabın yerini dəyişdirmək lazımdır. Uşaqlar, 6 rəf var və hər rəfdə eyni sayda kitab olmalıdır. Bu kitabların sayını toplayıram. Demək, toplayaq. 23 üstünə gəlirik 25, onun da üstünə gəlirik 26, onun da üstünə gəlirik 29, üstünə gəlirik 32, onun da üstünə gəlirik 33. Bu bizə verir 168 cavabını. 6 rəf üzərində düzməliyik. Bölürəm 6-ya. Tapıram ki 22 dəfə 12, 4, 48, 8. Hər rəfdə 28 kitab olmalıdır. Hər rəfdə 28 kitab olması üçün mən bunları necə dəyişim ki 28 kitab olsun. Bu 33 dənə rəfdən 5 dənə kitabı çıxardım. Aparım qoyum 23 dənə olan rəfin üstünə. Olacaq, burada da 28 olacaq, burada da 28 olacaq. Daha sonra neyniyim? Bu 32 rəfdən, yəni 32 dənə kitabdan 3 dənəsini çıxardım, verim 25-ə. Buradan 3 dənəsini. Yox, belə eləməyim. Promoy 4 dənəsini çıxardım buradan. Qalsın 28. Burada 28 olsun. O 4 dənənin 3-ünü verim bura. Burada da 28 olsun. 4 dənənin 3-ünü verim 25-in üstünə. Birini də verim 26-ın üstünə. Burada 27 olsun. 29-dan da bir dənə kitab çıxardım. Verim bunun üstünə. Burada 28 qalsın. Burada da avtomatik 28 olsun. Deməli, mən neçə kitabın yerini dəyişdim. Buradan 5 dənə götürdüm. Buradan 4 dənə götürdüm. Buradan da 1 dənə götürdüm. Deməli, ümumilikdə mən 10 dənə kitabın yerini dəyişmiş oldum. Növbəti 54-cü sualımız. 4 müxtəlif natural ədədin hasili 240 olarsa, bu 4 ədədin cəmi ən çox neçə olar? Cəmin ən böyük qiymətini tapmaq üçün uşaqlar, biz içərisindəki ədədləri də böyük seçməliyik. Ona görə nə edirik? 240, məsələn, mən 240-ı 240 vur 1 şəklində göstərsəm, cəm daha böyük olur. Amma məndən 4 ədəd istəyir. Deməli, birini 1 yazıram. Daha sonra birini 2 yazıram. Birini də 3 yazıram. 1, 2, 2, 3, 6 edir. 246-ya tam bölünür. O zaman sıxıntı yoxdur. Bölünməsəydi, başqa rəqəmlər düşünərdim kiçik olacaq şəkildə. 240-ı 6-ya böləndə qalır 40. Geriyə mənim 40 ədədim qalıb. Deməli, bu 3 ədədi bir-birinə vuranda cavab 240 eləyəcək. Cəm də ən böyük olacaq. 3, 3, 6, 40. Doğru cavabımız olur 46 şəklində. 54-cü sualda B variantı. Sonra gəlirəm 55-ci suala. Nə deyir? Aşağıda göstərilən yük maşını ən çox 1610 kiloqram yük daşıya bilir. Demək, bu maşını idarə edən şəxs 90 kiloqramdır. Başda deyir 1610 kiloqram yük daşıya bilir. Deməli, 1610-dan başda 90-ı çıxım. Çünki bu idarə edən şəxsdir. Onu çıxıram. Geriyə qaldı 1520. Sonra nə deyir? Bir yeşiyə 12 şüşə su yerləşir. Bir yeşiyə 12 şüşə su.
Bir boş yeşiyin kütləsi 20 kiloqramdır. Bir şüşə suyun kütləsi isə 5 kiloqramdır. Bir yeşiyə 12 dənə su yerləşirsə, 12-ni vururam 5-ə. Yəni bir yeşik suyun kütləsi 12 vur 5 qədərdir. Mən niyə bura 50 yazmışam? 12 vur 5. Və plus da boş yeşiyin kütləsi də 20 kiloqramdır. 12-ni 5-ə vururam 60. 60-ın da üzərinə 20 gəlirəm 80. Deməli, yeşiyin kütləsi ümumi 80 kiloqram olacaq. Bir dənə yeşiyin su ilə dolu olan yeşiyin kütləsi 80 kiloqram olacaq. Mənə də deyir ki, bütün yeşiklər dolu olmaq şərti ilə bu maşına ən çox neçə yeşik daşımaq olar? Mən adamın kütləsini çıxdıqdan sonra 1520 kiloqram qalmış daşına biləcək. 1520-dən də çıxıram, daha doğrusu 1520-ni də bölürəm 80-ə. Sıfırların ikisini də silsək, buradan da 152-ni bölürəm 8-ə. Bu da bizə verir 1, 8, 72, 9. Deməli, maksimum 19 dənə yeşik daşıya bilər bu maşın. Növbəti sualımıza keçirəm. A, B, C, D-yi müxtəlif rəqəmlərdir. Bərabərliyini ödəyən 5 rəqəmli A, B, C, D-yi ədədi yazılır. Buna görə bu şərti ödəyən ən böyük 5 rəqəmli natural ədəd ilə ən kiçik 5 rəqəmli natural ədədin cəmi neçədir? Deməli, uşaqlar, ən böyük 5 rəqəmli natural ədəd istənirsə bizdən, demək ki, mən ilk başlarda A və B-nin yerinə böyük ədəd qoymalıyam. Məsələn, neçə qoya bilərəm? Bura qoya bilərəm 9 və 8. Amma elə bir ədəd qoymalıyam ki, D və Y-nin yerinə qoyduğum ədədlər ondan fərqli olsun və D və Y özləri tək rəqəmli ədədlər olmalıdır. 9 ilə 8 götürsəm, 9 ilə 8-in hasili 72 olacaq. Burada da rəqəmləri bir-birinə vurarkən 72 eləyən rəqəm olmayacaq. Məsələn, 72 eləyə bilərik, 3-ü 24-ə vuranda eləyə bilər, 4-ü 18-ə vuranda, amma ikisi də rəqəm olmalıdır, ədəd yox. Çünki burada bir rəqəmli ədədlər yazmalıyıq axı. Bu şərti ödəyən olacaq 9 və 2. Çünki 9-u 2-yə vuranda 18 eləyir, eyni qayda ilə 6-nı 3-ə vuranda da 18 eləyə bilir. Ona görə, deməli, A-nın yerinə ən böyük olacaq 9, B-nin yerinə daha sonra 2 qoya bilirəm. Ondan sonra növbəti C gəlir. C üçün heç bir şərt demədiyinə görə ən böyük ədədi yazarkən C-nin yerinə qoyum, rəqəmləri də müxtəlif dediyinə görə C-nin yerinə qoyum 8-i. Daha sonra 6 və 3 gəlir. Bu ən böyük. Ən kiçik deyəndə isə A və B-nin yerinə mümkün ən kiçik ədədləri qoymalıyam. 1, 2 qoya bilmirəm. Çünki burada da hasili 2 eləyən hansı ədədləri götürəcəm ki, bir-birindən fərqli. 1, 3 də həmçinin qoya bilmirəm. 1, 4 qoya bilmirəm. Çünki hasili eyni ədəd olacaq. Məsələn, 2-ni 2-yə vuranda 4 eləyəcək ya da 1-i 4-ə eyni olmaz. 1, 5 də qoya bilmirəm. 1, 6 qoya bilirəm amma. Çünki 1-i 6-ya vursam 6 eləyəcək. 2-ni 3-ə vuranda da 6 eləyəcək. 2 və 3 qoyuram. Ən kiçik dediyinə görə 1, daha sonra 6. C üçün bir şərt yoxdur deyə onun yerinə ən kiçik qoyuram 0. D və Y üçündəki 2 və 3. Bu deyir ki, bu natural ədədin cəmi 6, 8, 8, 8, 10. Cəm bu ədəddir. 108.886. Rəqəmləri cəmi istəyir bizdən. 3 dənə 8 var, 24. Üstünə bir dənə 6, 30. Üstünə də buradakı biri gəlirəm. Doğru cavabımız olur 31. 57. Üzərində 1-dən 9-a qədər rəqəmlər yazılan dairələr verilmişdir. Deyir ki, bu dairələr hər biri bir dəfə istifadə olunmaqla yan-yana qoyularaq 9 rəqəmli bir ədəd düzəldilir. Bu ədədin hər bir sinifindəki rəqəmlərin cəmi 15-dir. Aha, əldə edilə biləcək ən böyük ədədin, deməli bizdən ən böyük ədəd soruşulur və hər mərtəbədəki, daha doğrusu hər sinifdəki rəqəmlərin cəmi də 15 olacaq. Deməli mən mümkün ən böyük rəqəmlə başlayıram. 9. Amma diqqət eləməliyəm ki, rəqəmlərin cəmi də 15 olsun. 9-un üzərinə 6 gələndə 15 eləyir. 6-nı da düzəldə biləcəyim ən maksimum 5-lə 1 ola bilər. Deməli 9 getdi, 5 getdi, 1 getdi. Növbəti sinifdə başlayaq 8-lə. Çünki böyüyə də düzəltməyə çalışıram axı. Növbəti sinifdə başlayıram 8-lə. 8-in üzərinə gəlməliyəm 15 eləmək üçün 7-ni. 7-ni ən böyük şəkildə düzəldə bilərəm mən burada
Deməli 4 və 3 ilə. Deməli 8 getdi, 4 getdi, 3 getdi. 8, 4, 3, 15 verdi bizə. Yerdə qalır 6, 7 və 2. Bunu da ən böyük olacaq şəkildə 7, 6 və 2 şəklində yaza bilərəm. Nə soruşurdu bizdən? Təkliklər sinifindəki ədəd aşağıdakılardan hansıdır? Təkliklər sinifindəki ədəd olur 762. Növbəti sualımıza baxaq. Deyir şəkildə 4-dən 16-ya qədər 4 və 16 da daxil olmaqla ardıcıl cüt ədədlər 7 dairəyə hər biri bir dəfə olmaqla yazılır. Bu zaman diaqonallar üzərindəki ədədlərin cəmi bir-birinə bərabər olur. Mərkəzi dairədəki ədəd x-dır. Aha. 4-dən 16-ya qədər bütün ədədləri yazaq. Baxın uşaqlar 4 cüt ədədlər. 6, 8, 10, 12, 14 və 16. Bu zaman diaqonallar üzərində ədədlərin cəmi bir-birinə bərabər olur. Aha, nə edir uşaqlar? Bax, məsəl üçün, mən burada baxan kimi görürəm ki, deməli, 4 və 10-un cəmi, yox, 4 və 10 deməyək də, 14, 16, 4 və 16-nın cəmi 20-dir. 12 və 8-in cəmi 20-dir. 6 və 14-ün cəmi 20-dir. Deməli, diaqonal üzərində mən bu ədədləri yazsam, birini məsələn 6-nı buradan yazıram, 14-ü buradan yazıram, ya 8-i buradan yazıram, 12-ni buradan yazıram. Yerdə hansı ədəd qalır? 10. O ədəd də düşür ortaya. Ortaya düşəndə, onsuz da hamısının üzərinə 10 gələndə heç bir şey dəyişməyəcək. Deməli, ortada x-in yerinə mümkün bir ədəd 10-dur. Bu birinci versiya. Gəlin baxaq görək, başqa bir versiya olurmu? Rəqəmlərinin cəmi, ədədləri toplayında eyni ədəd alınsın. Daha bir versiya burada görsənir ki, deməli, hansını görə bilərik? Aha, 6 ilə 12-ni toplayanda 18 eləyir, 8 ilə 10-u toplayanda 18 eləyir, 4 ilə 14-ü toplayanda 18 eləyir. Deməli, orta üçün qalır 16. Ortaya 16 da yaza bilirəm deməli. Başqa da bir versiya mümkün deyil. Mənə deyir ki, mərkəzi dairədəki ədəd x-dır. Burada nə soruşur? Ardıcıl cüt ədədlər bir dəfə olub, bu zaman diaqonal ədədlərin cəmi bir-birinə... Sual buradadır. X-in yerinə yazıla biləcək müxtəlif ədədlərin cəmi neçədir? 10 və 16 cəmimiz olacaq 26. 59-cu sual. Bu rəqəmlərinin hər birindən ümumilikdə bir dəfə istifadə olunmaqla əmələ gələn 4 rəqəmli 2 natural ədədin cəmi ən çox neçə olar? Uşaqlar, bu necə yazılır? Mən ən böyük mərtəbəni, ən böyük rəqəm götürməliyəm. Deməli, birini 7 ilə başladım, birini 6 ilə başladım, toplamalıyam. Daha sonra növbəti böyük ədəd 5, burada 4. Sonra 3, sonra 2, 1 və 0. Ən böyük ədədlərin cəmi bu şəkildə alınacaq. 1, 0, 1, 3, 2, 5, 5, 4, 9, 7, 6, 13. Nə soruşur? Cəmi ən çox neçə olar? 13951. Doğru cavab C variantı. 60. Aşağıda uzunluğuna tullanma yarışı edən 3 idmançıların tullanma nəticəsində düşdükləri nöqtələrin mövqeləri verilib. Baxın uşaqlar, Aydın, Bilal, Murad. Göründüyü kimi Murad ən uzaq məsafəyə tullanıb. Ondan sonra Bilal, ondan sonra da Aydın tullanıb. Şərt oxuyaq. Aydın, Bilal və Muradın tullanma xəttinə olan məsafələri uyğun olaraq A böl 4, 4 metr, 24 böl B metrdir. A və B natural ədədlər olmalıdır. A plus B cəmi ən çox neçə ola bilər? Aha, deməli uşaqlar, elə eləməliyik ki, Muradın cavabı ən böyük olsun. Ortada bir dənə mənə 4 metr verilib. Bilalın tullandığı məsafə 4 metrdir. Deməli, 24-ü mən elə bir ədədə bölməliyəm ki, bu 4 metrdən daha böyük olsun. 4 metrdən daha böyük olmaq üçün mən B-nin yerinə neçə qoya bilərəm? Plusdakı A və B-nin cəmi ən çox olsun. B-nin yerinə mümkün ən böyük qiyməti qoymalıyam. Amma 24-ü B-yə böləndə də 4 metrdən böyük cavab almalıyam. Bunun üçün də 4 metrdən böyük, məsələn 5 metr var. Amma 24-ü elə bir ədədə bölə bilmərəm ki, natural ədəddən söhbət gedir. 5 eləsin. Amma 4 metrdən böyük 6 da var. 24-ü 4-ə bölə bilərəm. Məsələn 6 eləyəcək. Deməli B-nin yerinə qoydum 4. A-nın yerinə də elə bir ədəd qoymalıyam ki, onu 4-ə böləndə 4 metrdən kiçik ədəd eləsin. 4 metrdən kiçik var 12. 4 metrdən kiçik 12, daha doğrusu 4 metrdən kiçik var 3. 3 eləmək üçün A-nın yerinə 12 qoya bilərəm də. A-nın yerinə qoyuram 12. 12 qoyanda uşaqlar, bizdə deyir A və B natural ədədlər olsun.
Bizə demir ki, cavab da natural ədəd olsun. Hə, cavabın natural ədəd olmasını bizdən istəmir. A və B natural ədəd olmasını istəyir. O zaman 4 metrdən böyük, ən maksimum elə eləməliyəm ki, 24-ü həmin ədədə böləndə 4 metrdən böyük alınsın. 24-ü məsəl üçün ən böyük neçəyə bölə bilərəm? 6-ya böləndə cavab 4 eləyirsə, bərabər olursa, deməli mən bölüm 5-ə. 24-ü 5-ə bölüm. B olsun 5. Burada da 4 metrdən kiçik alınan 4 metr alınan, burada A-nın yerinə 16 qoya bilərəm. Amma 16 qoysam cavab 4 eləyəcək axı. Deməli 16-dan kiçik ədəd qoyum, 15 qoyum. A-nın yerinə mümkün 15 qoya bilərəm, B-nin yerinə də mümkün 5 qoya bilərəm. Bu da doğru cavab A ilə B-nin cəmi olur 20, yəni doğru cavab olur B variantı. Bu da sonuncu sualımız oldu.